Keçən əfir yadımdaydı. Yeganə xanım deyir ki, hələ övladınız oğlunuz. Bəli, oğlunuz hələ ki ailə qurmayıb, inşallah hazırlaşırsınız. Hə, hazırlaşırıq, amma müəyyən bir səbəblərə görə biraz ləngiyəcək. Oğlunuz nişanlıdır. Bəli. Ha, Allah saxlasın, toyunu görəsin inşallah. Amin. Mən buradan Fatimə gəlinimi salamlayıram. Ona deyirəm ki, səni çox-çox sevirəm. Yəni, o mənim gəlinim yox, qızımdır. Qızınız. Bəli. Mən Bəli. həqiqətən də onu öz qızım kimi ilk gündən qəbul etmişəm. Çünki könlümcə olan bir qızdır. Əsas odur ki, ürəyinizcədir. Bəli, könlümcə Həmişə olan bir başınız uz qızdır. eləsin. İnşallah, inşallah. İnanıram ki, sona qədər bu mehribançılığımız davam edəcək. Çünki əsilli, nəsilli, köklü, tərbiyəli bir ailədən çıxmış qızdır. Bəli. Əsas odur. Mən hər zaman efirlərdə də deyirəm ki, yəni bu atalardan gələn misaldır. Pis ananın yaxşı qızını almaram, amma yaxşı ananın pis qızını alaram. Çünki o mütləq anasını oxşayacaq. Sözə bax, gör sözə bax, yaxşı ananın pis qızını alaram. Bəli, çünki ana armud dibinə düşür. Mütləq qız anaya oxşuyur. Elə buradan qudama da salamlayıram Şəhla xanımı. Çox əsilli, nəsilli, gözəl bir xanımdır. Elə o xanımın qızını almağa da dəyər. Allah bütün balaları qorusun.